Bugün sosial şəbəkələrdə fotolar yayıldı. Amma bu sadəcə fotolar deyil. Bu bizim elmimizin gələcəyinin reanimasiya vəziyyətidir. Söhbət Milli Akademiyasının rəsmi iclasından gedir. Baxın bu şəkillərə. Biri özünü tutub yatır, biri başını tutub sanki dünyadan küsüb, biri dərin yuxunun ən şirin yerindədir. Maraqlıdır, bura elm ocağıdır, yoxsa yataqxana? Dünya süni intellektlə doğru irəliləyir. Texnologiya inkişaf edir. Bunlar isə iclasda mürgüləyirlər, yatırlar. Axı elm sual vermək, araşdırmaq, gecəni gündüzə qatıb millət üçün bir yol tapmaq deməkdir. Milli Məclisdə bəzi deputatlar necə ki yatıb yuxularında nə görürlərsə onu qərarlara tətbiq edirlər. İndi də elm adamlarımız yuxuya keçib. Görəsən onlar yuxuda nə görürlər? Hansı elmi inkişaf edirlər orada? Elm buranı tərk edib gedib, bilirsiniz niyə? Çünki orada dinamika yoxdur, gənclərə yol yoxdur, yalnız kreslo var. Əgər bu ölkənin ən savadlı, ən rütbəli insanları mühüm iclasda oyaq qala bilmirsə, biz gənclərdən nə gözləyə bilərik? Bizim elmimiz hara gedir? Mən deyim hara? Heç yerə. Bilirsiniz niyə? Çünki yatan adamla yol getmək olmaz. Yol getmək üçün ayağa durmaq, gözlərini açmaq lazımdır. Sizcə bu mənzərə ilə biz dünya elminə nə vaxt çatacağıq? Yoxsa elə yatmağa davam edək? Bəlkə yuxuda bizə Nobel mükafatı verəcək. Fikirlərinizi rəydə yazın. Görək yuxu rejimindən necə çıxacağıq? Paylaşın ki, bəlkə o yatanlar da görüb ayıldılar.